Bu kənd Yərğikək kəndidir. Azərbaycanın ən yüksəkdə yerləşən kəndidir. 2370 metrdə yerləşir. Qarşıda bu tərəfdə görsənir Şalbuzdağ. Qalır bu Dağıstan tərəfdə 4000-lik dağlardandır. Bu Yarudağdır. Burada ən arxada onun zirvə hissəsi görsənir. Şahdağın o bir başı. Bu ümumiyyətlə Şahdağın divarlarıdır. Burada Laza kəndi yerləşir bu dumanın altında. Bu Şahyaylağa qalxan hissədir Laza kəndindən. Bura Qaradağ adlanır. Burada atəşgah da var. Qaradağ atəşgah adlanır. Bu isə Qızılqaya platosudur. Bu ümumilikdə Qızılqaya, Şahdağ, orada Şalbuzdağ yan silsilənin əmələ gətirir. Bir də Məstərgah dağı və Buduq platosu ilə birlikdə Yeddilər dağı da daxil yan silsilədir və Yura dövrünə aid süxurlardır. Bu Yərğikekin hündür hissəsidir. Yəni bu əslində Yərğikek buradan alıb adını və bu hissədən. Kek demək, yəni bitiş nöqtəsi deməkdir. Yəni kəskin bitiş nöqtəsi, dırnağın ucu, dirsək hissə. Bunlar hamısı kek adlanır. Və bu qaya da yəni o tərəfdən də kəskin bitişi var, bu yandan da kəskin bitişi var. Ona görə Yərğikek. Yərği də uzun deməkdir ləzgi dilində. Yəni uzun dırnaq mənasına deyirlər. Amma uzun taxta, uzun dırnaq, uzun sırt. Bu yəni kek ümumiyyətlə bir şeyin bitiş nöqtəsidir. Burada indi çox gözəl təbiət mənzərələrindən birini görürük hazırda. Qarşıda Kuzun tərəfdən gəlib, Qusarın üzərindən gəlib, buralar duman bürüyüb və deməli günəşin düşməsi ilə yaranan Gloria möcüzəsini görürük. Bu bir atmosfer hadisəsidir. Bax, siz burada onu göy qurşağı kimi görə bilirsiniz. Bax, bu Gloriadır. Gloria deməli qarşıda aşağı hissədə obyektdən aşağı sıx dumanın olduğu, arxadan günəşin vurduğu və arada da hər hansı bir obyektin qaldığı və günəşin o obyektə vurub dumanda yaratdığı kölgələrdən belə əmələ gəlir və bu insan siluetində də, kölgəsində də əmələ gəlir. İndi qarşıda təpənin, o ağaclığın kölgəsində əmələ gəlib. Təyyarədə bu daha çox görsənir, təyyarədə olur. Yəni buna ümumilikdə Gloria deyirlər. O belə göy qurşağı kimi bir mənzərəyə sahibdir. Belə bir gözəl mənzərə. O qarşıda görsənən də Dağıstan tərəfdə olan Gestinkil dağıdır. Miskincənin üstünə düşür təxminən. Deməli o da 2788 metrdir. Amma uzaqdan çox gözəl görsənir. Hətta bizdə Nabran sahillərindən də görsənir. Yəni çox möhtəşəm bir görünüşü var. Bax, belə bir yerdir bura. İndi ot biçini vaxtıdır. Kənddə əhali var, yaşayır bu kənddə. Bura ümumidə inzibati ərazi olaraq Sudura aiddir. Ancaq Lazaya daha yaxındır Yərğikek. Yəni Lazadan buradan bir maşın yolu, offroad qalxa bilir. Biz isə Kuzundan piyada gəlib gedirik bura. Bir 7-8 kilometrlik bir məsafə var. Hiking marşrutu var burada və biz ondan gəlirik. Burada isə oktyabr ayında artıq yığıma başlayacaqlar. Kartof tarlalarını görürsünüz. Burada belə əkiblər. Oktyabrda da buranın öz gözəl ləzzəti var. Biz burada Elşad gilə qonaq gəlirik. Elşad sağ olsun, bu kənddə elə bir ki, ekoturizmi belə deyək də inkişaf elətdirir. Ən azından çalışır, cəhd edir, yəni qonaqlar qəbul edir. Xüsusilə xaricilər bura çox gəlirlər. Biz də vaxtaşırı gəlirik. Ən azı çalışırıq ki, 2 aydan da, 3 aydan da bir olsa gələk bura. Gəlik orada qonaq oluruq. Ləzgi mətbəxinə aid skan yeməyi var, onu dadırıq. Yəni çox möhtəşəmdir. Burada yetişən kartofdan, burada kəsilən mal ətindən, burada yığılan kək otundan,
digər ədviyyatlardan, deməli, cirədən və sair hazırlanan bir belə deyək də, ləzgi mətbəxinə aid yeməkdir. Çox dadlı olur. Bir növ altı üstü çörək kimi qat-qat xəmir və içi də bu kartof, ət və ədviyyat qarışığı bir yemək. Yəni bir dilim yeyirsən, doyursan, bəs eləyir. Burada gəlib qalmaq da olur. 2 günlük də gəzinti olar. Buradan Sudur tərəfə getməyə, hətta 3 günlük burada marşrutlar var. Çox gözəldir yəni. Tövsiyə eləyirəm hər kəsə. Bax, indi duman yavaş-yavaş uzaqlaşır. Çox gözəl mənzərə yarandı əslində. Duman seyrəlir və Gloria da yavaş-yavaş yoxa çıxacaq. Uzaqdan daha yaxşı görsənir. Belə buranın mənzərəsi çox möhtəşəmdir orada. Bura hansı fəsildə gəlirsən gəl. Qışda bura gəlirsən, buralar bütün qar, bu dağ, Şahdağın şimal divarlarıdır. Çox gözəl görsənir. Yerli kekdən bir xatirə da qalsın burada.